Salam hörmətli Power BI həvəskarları. Bugünkü dərsdə sizə SumX funksiyasının ən çox real həyatda istifadə olunan bir digər DAX-ın tanış edəcəm. Bu DAX-ın adı filtrdir. Filter DAX-ı qısaca göstərsək, misal üçün bizə ancaq Almaniya lazımdırsa bunları göstərir. İlk öncə işlətdiyimiz datanın Power BI-nin özünün təlim üçün təqdim etdiyi datadır. Bu da məbləğlərdir. Yəni düzgün etdiyinizi, hər bir şeyini göstərmək üçün bunu deyirəm. Əgər sizdə də bu vizualda, cədvəl vizualında bu rəqəmlər çıxırsa və counter ilə profiti basmaq şərti ilə, demək ki, siz bura qədər hər bir şey düzgün edirsiniz. Yəni isə filtre funksiyasını DAX ilə tanışlayım, ama ilk öncə qeyd edeyim ki, SumX bu gün keçilməyəcək, çünki bu biraz geniş bir mövzudur. Həmçinin filtrlə paralel olaraq AND və OR operatorlar öyrətəcəm. Bu bütün proqramlaşdırma dillərində olduğu üçün burada da eynidir. Gəlin isə primitiv bu şey üzərində göstərim. Bunlar fərzdəki şərtlərimizdir. AND-in prinsipi budur ki, və Azərbaycanca vədir. Bunlar hər birisi true olsa true istiqamətində hərəkət edir. Orada isə deyir ki, verilən şərtlərdən hər hansısa biri aydın olsun deyə belə eləyək. Üzr istəyirəm. Orada deyilsə, ancaq və ya bunlardan biri pozitiv olsa, deyək bu yol çevrilir. Daha da aydın olsun deyə. Bu true'dur. Belə bir fərz edək. Bu true. Bu da false deyək ayağı. AND deyir ki, hamısı true'dursa, pozitivdirsə, yəni şərtin true'ya gedir. Əgər biri negativdirsə, bura gedir. Burada isə deyir ki, və ya bunlardan verilən şərtlərdən biri düzdürsə, true istiqamətində gedə bilər. İndi daha ətraflı göstəreyim sizə. Filtr əsasən cədvəl yaradılmaq üçün istifadə olunur. Yəni bunu filtrdən onu bir kart vizualına işlədə bilməyəcəyik. Yəni cədvəl formasında işlənə bilər və s. Hələ keçdik. New table. Filter funksiyası əksər DAX-larda olduğu kimi konkret olaraq bizdə cədvəlin adını eləyir. Cədvəl də bizdə financials'dır. Yəni bu standart olacaq sizdə. Sonra filter expression-ı. Primitivdən başlayaq. Country. Deyirik ki, country ancaq Fransa olanları çıxart. Daha doğrusu gətir. Eyni cədvəl sütunları edir. Sadəcə sətirlərdə filtrləmə edir. Gəlin indi bunun profitini qoyaq. Burada
baxın, Fransa düzdür. Bunlar təbii ki səhv olacaq. Gəlin həmən yaradılmış cədvəldə göstərim. Table view'da baxın, country'yə gəlim, ancaq Fransa seçim var. Burada gəlim isə bütün şeylər var. İndi bu cədvəldə end isə göstərim. İlk öncə oradan başlayaq. Burada end və or yazmırıq. Əvəzinə, endin əvəzinə bu. Orun əvəzinə isə düz xəttlər. Düz xətti qoymaq üçün isə keyboardda shift basılı saxlayırsınız. Yəni ilk öncə bunu silib oru. Bunu bu knopkanı 2 dəfə basırsınız. Bu knopkada normalda harda olasıdır? P knopkasını biz birinci hesab etsək 2, 3, 4. Dördüncü bu knopka gəlir. Bununla işimiz qutardı. Deyirik ya Almanya ya da ki Fransa olan. İlk öncə filtrləmək istədiyimiz sütunu göstəririk. Görməni. Baxın. İkisindən biri. Gəlin biraz məsələni qəlizləşdirək. Bunlar olsun, həmçinin məhsul kodu. Oradan 5 dənə məhsul var idi, səhv etməsəm. VTT bir də velo mənim yaddaşımda qaldı. Gəlin onu eləyək. Product name. Burada skopkanı diqqətli olun bunlarda. Produktlar VTT və deyirik ki və yaxud da velo, səhv etmirəmsə velo idi. İndi cədvəlimizə baxaq. Burada ancaq Almanya, Fransa ölkələri görürsünüz. Burada isə ancaq velo və VTT. Biraz da qəlizləşdirək. Belə eləyək. Oxunula bilməyindən ötürü yenə üzr istəyirəm. İndi isə gəlin discount var idi orada bir dənə. Hay, bir dənə non, səhv etmirəmsə. Burada diqqətli olmaq lazımdır. Discount çıxdı. Hay və yaxud da no olaraq. Table'a gəlirik, görürük ilk öncə ölkələr Almanya və Fransa var. Sonra produktda VTT və velo.